Deməli, ağrı ilə püstula bizə daxil olan xəstənin daxili orqanların, belə ki, qaraciyəri və öd kisəsini müayinə edirik. Çox maraqlı bir situasiya ilə rastlaşırıq. Yaxın gəlib çəkirsiniz. Bax, bu öd kisədir. Öd kisə tərs C, tərs qarmaq formasındadır. Fikir verirsinizmi? Tərs C, tərs qarmaq. Mən bunu fiksasiya elədim və baxın, bax, bu daşı tapmaq burada çox çətindir. Bax, gördüyünüz bu daşdır. Öd daşıdır. Bax, bu püstup verir. Bax, gördüyünüz, bax, bu öd daşıdır. Ölçüsü də, baxın, 14 mm ölçüdə. Ölçü 14 mm. Bax, daş budur, gördüyünüz kimi. Baxın, bax, kölgəlik verir. Biz bu öd kisəsinin əyriliyindən narahat deyilik. Bizi narahat eləyən bu əyri öd kisəsində olan, bax, bu daşdır ki, hökmən qalarsa, məədaltı vəzin kəskin iltihabı, kəskin pankreatit, bildiyimiz kimi pankreatitlərin bir forması digər formaya daha rahat keçir. Yəni, əgərləri pankreatin kəskin hemorragik forması başlatsa, onun nekrotik formaya keçib letallıq vermə anı çox an məsələsidir. Letallıq verməsi çox an məsələsidir. Yəni, buna görə ən azı bu pankreatitin olmamasına görə biz, bax, bu ödü ektomi eləməliyik. Amma əyriliyinə görə yox. Əyri çox öd kisələr görmüşük. Yenə də bax, burada mən bir də göstərəm. Zəhmət olmasa, bayaq kimi, baxın. Görürsünüzmü? Bax, bunu heç kəs götürə bilməyəcək. Görürsünüz, görürsünüz, baxın, öd kisəyə, görürsünüzmü? Amma buna indi baxaq. Bir dənə rahat nəfəs alın yenə. Bax, görürsünüz, bax, belə götürəndə, həkim belə baxanda deyir, bu öd kisənin içində heç nə yoxdur. Bax, belə baxırlar həkimlər. Bax, belə baxırlar və deyirlər ki, bu öd kisənin içində heç nə yoxdur. Biraz bax, görürsünüzmü nə vəziyyətdədir? Qarmaq vari, tərsçi, 2 qat qarmaq vari. Və mən burada görürsünüz necə tapıram öd daşı. Baxın, gəldi 2-ci əyirlikdə. Daha 1-ci əyirlik, 2-ci əyirlik, 3-cü əyirlik, 4-cü əyirlikdə bu daşı tapdıq.